və Əlinin dostluğunu, düşmənçiliyini mütləq bu günə gətirmək lazımdır. Bəziləri qəribə məntiqlə yaşayırlar, tarixdə ilişib qalıblar. Bu günə gələndə Əlinin düşmənləri ilə dost, dostları ilə düşməndirlər. Və bunlar bədbəxt insanlar. Bunlar başa düşmür ki, proses davam eləyir. Bugün kimin yanında yer alıblar, kimə qarşıdırlar, onu başa düşmürlər. Əleyhissalama saf sevgi onda bəlli olur ki, bugünkü gündə Əlinin dostu kim, düşməni kim, onu tanıyasın. Bugün də Əlinin adı ilə dava davam edir. Görürsünüz də müasir dövrdə hansı hadisələr baş verir. Əsasən baxırsan, görürsən ki, Əleyhissalamın eşqinin başındadır. Çünki bu mehvərdir, aparıcı məsələdir. Bu dava bugün də davam edir. Onların adı ilə, qəbirləri ilə, məzarları ilə, onların məktəbi ilə, düşüncəsi ilə. Bu eşqdə səmimi olmağın bir meyarı var. Sağda uzağa getmək lazımdır. Bu günə gətir. Əlinin dostu kimdir, düşməni kimdir? Onu tanımayan adam nə qədər keçmişdən danışsa, boş, saxtakar, boşboğaz adamdır. Onun hilələrinə aldanmayın siz. Onların bugününə baxın. Bugünkü mövqelərinə baxın. Onlar bugün hardadılar, ona baxın. Bugünün fəzilətli adamını sevə bilmir. Niyə? Çünki onu həzm